Sumu vilayətində işğalçı Rusiya ordusunun 10 nəfərlik qrupu qarda hərəkət üçün nəzərdə tutulmuş xüsusi texnikadan istifadə etməklə hücum cəhdi göstərib. Lakin onlar Ukrayna Silahlı Qüvvələrinin 71-ci briqadasının güclü müqaviməti ilə qarşılaşıblar. Nəticədə qrupun 4 üzvü zərərsizləşdirilib, qalan 6 hərbçi isə müqavimətin mənasız olduğunu anlayaraq təslim olub. Hadisənin dron görüntüləri Telegram kanallarında yayılıb. Ukrayna Hava Desant Qoşunlarının 71-ci Əlahiddə Aeromobil Briqadasının komandir müavini Oleksandr Yarmoş Emil Ukrayna kanalına müsahibəsində bildirib ki, Ukrayna Müdafiə Qüvvələri Sumu vilayətində işğalçı Rusiya ordusunun növbəti hücum cəhdinin qarşısını alıb. Hücum zamanı düşmənin zərbə qrupu tamamilə məhv edilib. Komandanlıq nümayəndəsinin sözlərinə görə Rusiya qoşunları yenidən əvvəl istifadə etdikləri boru vasitəsilə sızma taktikasından yararlanmağa cəhd ediblər. Lakin bu dəfə giriş nöqtəsini dəyişiblər. Onlar əvvəlki yerdən 100 metr aralıda dəlik açmağa qərar verdilər. Düşünürdülər ki, bu müdafiəmizi yarmağa kömək edəcək. Amma gördüyünüz kimi bu baş tutmadı, deyə Oleksandr Yarmoş bildirib. O vurğulayıb ki, əməliyyat nəticəsində Ukrayna desantçıları yarma cəhdində iştirak edən Rusiya hərbçilərinin demək olar ki, 100%-ni zərərsizləşdiriblər. Düşmənin həmin istiqamətdəki strategiyasını şərh edən komandir müavini qeyd edib ki, Sumu vilayətində aktivlik Ukrayna Silahlı Qüvvələrinin resurslarını yayındırmağa yönəlib. Ruslar Ukrayna komandanlığını cəbhənin digər kritik sahələrindən bölmələri yenidən yerləşdirməyə məcbur etməyə çalışırlar. ABŞ ordusu 2032-ci ili gözləməmək qərarına gəlib və yeni M1E3 Abrams tankının hazırlanmasını sürətləndirib. İnkişaf prosesi əsasən rəqəmsal sistemlərə, aktiv mühafizəyə və çəkinin azaldılmasına fokuslanıb. Tankın hazırlanmasında Ukraynadakı müharibədən çıxarılan əsas dərslər, xüsusilə dronlar və dəqiq idarə olunan silahların yaratdığı təhlükə nəzərə alınıb. Bu barədə Fox News məlumat yayıb. Layihənin sürətləndirilməsində ABŞ ordusunun qərargah rəisi General Randy George və ordu katibi Dan Driscoll mühüm rol oynayıblar. Əvvəlcə hərbçilərə yeni tankın yalnız 2032-ci ildə hazır olacağı bildirilsə də, ordu rəhbərliyi bu vaxt çərçivəsini qəbul edilməz hesab edib. Nəticədə M1E3-ün ilk prototipi yanvar ayında Detroit avtosalonunda təqdim olunub. Bu texnikalardan ibarət ilk tağımın isə 2028-ci ildə əsgərlər tərəfindən sınaqdan keçirilməsi planlaşdırılır. M1E3-ün əvvəlki Abrams versiyalarından əsas fərqlərindən biri klassik gülləüstü yerləşmənin ləğv edilməsidir. Artıq 3 nəfərlik heyət gövdə daxilində yan-yana oturur. Burada mühafizə maksimum səviyyədə təmin edilir. Bütün məlumatlar heyətə xarici kameralar, sensorlar, termal nişangahlar və lazer məsafə ölçənlər vasitəsilə ötürülür. Bu məlumatlar oyun interfeyslərini xatırladan rəqəmsal ekranlarda əks olunur. General George'un sözlərinə görə idarə etmə sistemi Xbox pultuna bənzəyir. Tankın arxitekturası isə tez yenilənə bilən açıq proqram platforması prinsipi üzərində qurulub. M1E3-ün tam rəqəmsal döyüş platforması kimi hazırlanır. Onun proqram təminatı qoş və işlət prinsipi ilə qurulub. Yeni tətbiq və funksiyalar əsaslı modernizasiya olmadan əlavə edilə bilər. Əsas xüsusiyyətlərdən biri uzaqdan silah idarə etməsidir. Heyət aşağıdakı imkanlara malik olacaq. 4 kilometrə qədər məsafədə Javelin tank əleyhinə raketləri buraxmaq, kamikadze sursatlardan istifadə etmək, lyukları açmadan və düşmən atəşinə məruz qalmadan atəş açmaq. Yeni Abrams hibrid güc qurğusu alacaq. Caterpillar dizel mühərriki və sapa transmissiyası, bu isə elektrik rejiminə keçməyə imkan verir.
Bu, tanka bir sıra üstünlüklər qazandırır. Demək olar ki, səssiz hərəkət və istilik izinin azalması, dronlar və termal nişangahlar üçün daha az görünürlük. Əgər 1991-ci ildə İraq hərbçiləri Abrams'ı pıçıldayan ölüm adlandırırdılarsa, M1 üçün effekti tamamilə yeni səviyyəyə qaldırır. Aktiv mühafizə və dinamik zireh tank təkmilləşdirilmiş aktiv mühafizə sistemi ilə təchiz edilir. Bu sistem hücum mənbəyini aşkar edir, raketləri, mərmiləri və qumbaraları ələ alır və atəş açan nöqtənin dəqiq yerini müəyyən edərək əks zərbə üçün məlumat verir. Sistem təkcə tərlərə və RPG-lərə qarşı deyil, həm də Ukrayna cəbhəsində əsas təhlükəyə çevrilmiş dronlara qarşı nəzərdə tutulub. Bundan əlavə, M1 üçün partlayış dalğalarını yayındıran və gövdənin deşilməsinin qarşısını alan yeni dinamik zireh alacaq. Ukraynadakı döyüş təcrübəsi Abrams'ın ikinci dərəcəli silahlanma konsepsiyasının yenidən nəzərdən keçirilməsinə səbəb olub. Ağır pulemyot və yükləyici topun əvəzinə M1 30 mm-lik avtomatik top ilə silahlandırılacaq. Bu top yüngül zirehli texnikaya, o cümlədən piyada döyüş maşınlarına və dronlara qarşı istifadə üçün nəzərdə tutulub. Bütün silahlar uzaqdan idarə olunur və heyətin tankdan çıxmasına ehtiyac qalmır. Əvvəlki Abrams versiyalarının çəkisi təxminən 80 ton olduğu halda M1 üçün çəkisi təxminən 60 ton olacaq. Bu azalma yeni yerləşim və güllə zirehinin bir hissəsinin çıxarılması hesabına əldə edilib. Bu isə aşağıdakı üstünlükləri verir. Yanacaq səmərəliliyinin təxminən 40% artması, Şərqi Avropadakı körpülərin 30% çoxundan keçmək imkanı, NATO'nun şərq cinahında strateji hərəkətliliyin artırılması, ABŞ niyə yeni tanka ehtiyac duyur? Televiziya kanalının reportajında açıq şəkildə bildirilir ki, yeni tank Rusiyanı çəkindirmək üçün lazımdır. Bizə niyə yeni tank lazımdır? Rusiyanı çəkindirmək üçün. Ukraynadakı müharibə sabah bitsə belə, Putinin Rusiyası uzun müddətli təhlükə olaraq qalacaq. Rusiya Ukraynada 3000-dən çox tank itirib, lakin NATO'nun keçmiş ali baş komandanı General Kristofer Kavolinin sözlərinə görə hələ də ildə 1500 tank istehsal edə bilir, deyə məqalədə qeyd olunur. ABŞ ordusunun 1-ci zirehli briqadasının komandiri, polkovnik Matthew Kelly isə əlavə edib ki, ABŞ hərbçiləri gələcəyin hansı formada olmasından asılı olmayaraq ona hazırlaşırlar.